Elə televizyon qısaqsı və hekayəsi. Əziz izləyicilərimiz, deməli səhər-səhər gözəl bir evin çəkilişinə gəlmişik. Bax, belə bir möhtəşəm bir evimiz var. Yolu da asfaltdır. Məktəbə də yaxındır, onu da deyim sizə. Məktəblə evin arası bir demək olar ki, 150 metrdir. Mən də sizi evimizin həyətindən tanışdırıram. Onu da deyim ki, evimiz sənədi paket kupçadır. Avtomat qapılardır, su sayğacı var. İndi həyətimizlə də tanışdırıram sizi. Deməli, onu da deyim ki, sizə, əziz izləyicilərimiz, evimiz 4 sotun içindədir. Bax, deməli, həyəti var, belə bir həyəti var, qəşəng ağaçlar da var. Həyətdə bir balaca əldamçısı da var, yəni, sonra belə bir bisetkası da var. Bax, evimizin də görünüşü, belə bir görünüşü var, əziz izləyicilərimiz. Evimiz 2 mərtəbəli beton monolitli, altı üstü beton monolitli evdir. Deməli, həyətdə belə bir betondan su çən də var. Onu da göstərirəm sizə, əziz izləyicilərimiz. Və bir də evimizin arxasında həm ayaq yolu, həm də kombixana var. Bax, belə bir, həm ayaq yoludur, baçokuzadır, hər şeyi. Və bir də buradan keçində içəri, bax, burada kombixanasıdır. Gördüyünüz kimi, demək olar ki, bax, hər şey var. Generatorun kimi var. Bax, 2 dəst kombisi var, alt üstü, hamısı ayrı-ayrıdır hər evinki. Mən indi sizi başqa ərazini göstərim. Bax, burada da belə bir həyəti var. Burada da yenə üzüm talvarı var. Gördüyünüz kimi, burada da güldən, göydən, göyərdən nə istəyə əkə bilərsiniz. Əziz izləyicilərimiz. Mən indi, bax, bu gördüyünüz bisetkanı görürsünüz. Bax, beton monolitli bisetkası. Elə bundan əvvəl bisetkanın altı, bax, bisetkanın altı. Deməli, ev sahibi özü üçün, bankalar yığmaq üçün belə bir yer düzəldir. Əziz izləyicilərimiz, bax, belə bir bankalar yığmaq üçün yer düzəldir. Və görürsünüz, nə gözəl, sağlığına qismət olsun, həqiqətən də. Və buradan da evimizin altına, bax, evimizin dalda görürsünüz, yəni divardan aralıdır. Və buradan da evimizin altına, əziz izləyicilərimiz, keçid də var, görürsünüz. Bax, bir də evimizin altı, beton. Bax, nə istəyirsən, yığa bilərsən rahatçılıqla. Evimizin qiymətini sonunda deyəcəm sizə, əziz izləyicilərimiz. Yəni deyirəm, evimiz paket kupçadır. Hər kim alsa Allah xeyrin versin. Və həyətdə bir də sizə mən bisetkanı da göstərim. Belə bir bisetkası da var. Və bir də görürsünüz, su hovuzuna ki burada var, əl yumaq üçün. Və bir də belə bir damı da var, əl damı deyirik biz. Bax, belə bir əl damısı var. Bax, görürsünüz, üstü betondur. Üstünü yəni qaldıra bilərsiniz və buranın da xudmani, mətbəx eləyib, əl damı eləyib, nəsə bir şey özünüz üçün yarada bilərsiniz, əziz izləyicilərimiz. Gördüyünüz kimi, yəni deyəm, həyəti, gül çiçəyi də var. Mən indi sizə evimizin içini tanış edirəm, əziz izləyicilərimiz. Bax, gördüyünüz kimi, belə bir girişi var. Əqqabı soymaq üçün yerdir bura. Girdiniz və buradan da içəri. Onu da deyim ki, evimizin birinci mərtəbəsi topolipol sistemidir. Bax, belə bir görürsünüz. Evimizin gözəl bir görünüşü var, əziz izləyicilərimiz. Bax, damafonuna kimi var, onu da deyim sizə. Yəni, evin. Hemen sizə birinci sağda qonaq otağını göstərirəm, əziz izləyicilərimiz. Bax, belə bir geniş bir qonaq otağımız var. Bax, gördüyünüz kimi. Bax, belə bir kondisioneri də var. Onu da deyim sizə ki, kondisionerə qalacaq. Evdə neçə dənə kondisioner var, hamısı qalacaq, əziz izləyicilərimiz. Və bir dənə də aşağıda belə bir, yenə də balaca bir xudmani yataq otağımız var. Onu da deyim, evimiz kamera sistemidir. Bu deyim, biləsiniz. Bir dənə samuzi buradadır. Və gördüyünüz kimi tam ideal vəziyyətdədir. Hər bir şey qaydasında. Və bir dənə də buradadır, əziz izləyicilərimiz. Tujumuza kimi hər şey öz yerində ideal bir vəziyyətdədir. Bax, belə bir ideal bir vəziyyətdədir, əziz izləyicilərimiz. Bir dənə də otaq buradadır. Detisk otaqdır, yəni. İstərsiniz buranı özünüz üçün ofis eləyə bilərsiniz. Bir sözlə nə istəyir eləyə bilərsiniz. Buradan da evin altına gördüyünüz kimi qaladovkadır. İkinci mərtəbəni göstərəcəm. O ikinci mərtəbəni göstərməmişdən qabaq mətbəxi göstərim sizə, əziz izləyicilərimiz. Belə bir geniş bir xanımların sevdiyi ən gözəl mətbəx. Burada da kondisioneri var. Belə bir gözəl mebelimiz var. Hər kim alsa Allah xeyrin versin.
Mən sizə ikinci mərtəbəni göstərirəm. Əziz izləyicilərimiz. Gördüyünüz pilləkənimiz də qəşəng qoz ağacındandır. Bu da bizim ikinci mərtəbəmiz, əziz izləyicilər. İkinci mərtəbəmizin də belə bir zalı var girişdə. Görürsünüz, burada da kondisioneri var, o da qalacaq, onu da deyim sizə. Belə bir görürsünüz, ikinci divan düzəldib özü üçün qəşəng oturmaq üçün. Bir də yenə sizə buradan yuxarı mərtəbədən otaqları göstərirəm. Belə bir geniş bir otaqdır, əziz izləyicilərimiz. Bu da ev sahibinin mebelləridir və burada da radiatorlar kimi var. Görürsünüz, bütün radiatorlar. Gör nə qədər radiator qoyubdur. Həm pəncərənin altında, həm də bu pəncərənin altında. Artıqlaması ilə. Bir otaq da buradadır, əziz izləyicilərimiz. Belə bir otağımız da buradadır. Geniş bir otaqlardır. Görürsünüz, pəncərələrinin qabağı da açıqdır. Və bir otaqda, yatak otağı da buradadır, əziz izləyicilərimiz. Burada da həmçinin yenə də görürsünüz, evimizin pəncərələrinin qabağı açıqdır. Tam ideal vəziyyətdə. Və bir sanuzelimiz də yenə də buradadır, əzizlər. İkinci mərtəbədədir. Tam ideal vəziyyətdədir. Və bir yataq otağı da yenə həmçinin əzizlər buradadır. Deməli, evimizdə altı üstü 7 otaq var, 7 otaq var. 2 sanuzel var, onu da deyim sizə. Evimiz də paket kupçadır, sənədləri idealdır. Tam ipoteka yararlıdır, onu da deyim sizə. Deməli, evimizin qiyməti 250.000 manata satışa çıxarılıb. Real alıcıya da, yəni, cüzi indirim olacaq real alıcıya. Hər kim alsa Allah xeyrin versin, elit evin aksakisi və kirayəsi. Kanalımıza abunə olun ki, yeni evlərimizi göstərək.